Hər bir salamlayıram, əziz abituriyentlər, xoş gördük sizləri. Deməli, mən bu günləri sizlərlə bir məsələ haqqında danışmaq istəyirəm. Niyə riyaziyyat, burada yazdığım kimi, yaddan çıxır, niyə riyaziyyatı, yəni necə gücləndirək riyaziyyatı, bu barədə istəyirəm biz danışaq. Deməli, əvvəlcə sizə bir məlumatı verim ki, əziz şagirdlər, riyaziyyatda, ümumiyyətlə digər fənlərdə də təkrar çox önəmlidir. Yəni, boş yerə bu söz deyilməyib ki, təkrar biliyin anasıdır. Yəni, bu sözlər boş yerə verilməyib. Yəni, biz çoxluca təkrar etməliyik. Yəni, mövzunu öyrənmək başqa bir məsələdir. Mövzunu irəliləmək başqa bir məsələdir. Amma onun yadda saxlanması başqa bir məsələdir. Biz müəllimlər, tutaq ki, şagirdə mövzunun izahını verdik, test toplusunun izahını verdik, şagird dərsdə bilmədiyi bütün sualları soruşdular, fərqi yoxdur, onlayn ya əyani. Biz onları başa saldıq şagirdə. Şagird də başa düşdü. Amma burada bir məsələ var. Mövzular irəlilədikcə gedirik də qabağa. Məsələn, başladıq avqustun sonundan, artıq bir aydan çoxdur davam edir dərslərimiz. Artıq 7-8 bölmə keçmişik, gəlmişik topluğun ortasındayıq birinci hissənin. Yəni, vuruqlara ayırmadayıq, rasional kəsirdəyik. Məsələ odur ki, şagird yadında saxlayıb bunu, bu naturaldan bura qədər olan, naturalı keçmişik bir ay əvvəl. Hələ indi bir ay keçib üstündən. Bəs biz yanvarda, fevralda olanda, şagird trigonometriyada, fəzada olanda, bəs bu arxa hissə yadında qalacaqmı? Sentyabrdan olan hissədə yadında qalacaqmı? Bax, bu çox böyük problemdir ki, bunu həll etməliyik. Deməli, əzizlər, birinci növbədə riyaziyyatı gücləndirmək üçün təkrara çox vaxt ayırmalısan və çoxluca təkrarlar etməlisən. Təkrarı necə edə bilərsən? Təkrarı bir neçə üsulla etmək olar. Təkrarın ən effektiv üsullarından biri təbii ki, sınaqlardır. Çünki sınaq elə bir şeydir ki, sən o sınağı işləyərkən, bax, səbəb nədir? Sınaq niyə sınaq vurğuladım? Toplunu onsuz da işləmirsən bir dəfə. Bir dəfə işləmirsən, artıq yenidən onu işləmək adama biraz darıxdırıcı gələ bilər və yaxud da çoxdur da orada suallar, nə bilim, hər mövzuda neçə sual var. Amma məsələn, sınaqda 25 sual var, naturaldan 25 və həmişə də müəllimlər sınağa ən önəmli suallar salırlar, ən vaciblərini salırlar. Və biz həmin sınaqla təkrarlayanda mövzunun nə dərəcədə yadımızda saxlayıb saxlamadığımızı bilirik və əgər onu işləyəndən sonra zəifliklərimizi görürük, sırası gedib o bölməni təkrarlayırıq. Mütləq. Məsələn, biz sınaqlarımızda nələr işlədirik? Mən indi ümumi olaraq öz dərs proqramımı da burada bildirəcəm ki, məsələn, mən necə edirəm? Ümumiyyətlə, qrupa mən saysız hesabsız sınaq göndərirəm. Çox. Naturaldan bəlkə bir 8 dənə sınaq göndərmişəm, naturaldan. Eləcə də digərlərindən hər mövzudan demək olar ki, 4-5 sınaq göndərirəm. Bunlara nələr daxildir? Bunlara daxildir ki, 1. Buraxılışda düşən suallar, əvvəlki illərdən indiyə qədər olan düşən suallar. İndi yavaş-yavaş seçib blokda düşən suallar da göndərəcəm. Özümün xüsusi yazdığım çətin, asan suallar. Güvəndən seçmişəm, başqa kitablardan seçmişəm və şagirdlər bunları sentyabrda bir dəfə işləyiblər. Amma şagirdlərin məqsədi nədir? Məsələn, öz şagirdlərimə buradan tövsiyə verim, siz də onu götürə bilərsiniz. Deməli, nə olsun ki, mən sınaq atmışam, qrupa 10 dənə sınaq atmışam, tutaq ki, bunu sentyabrda, yəni bu avqustda işləmirsən, əvvəlki vaxtlarda işləmirsən. İndi biz tutaq ki, oktyabrda sən nə olsun ki, onu işləmirsən, onu bir daha işlə də, bir daha işlə. Yəni, təkrar bir daha işlə. Bu çox önəmlidir. Sonra, bu yəni vacibdir də, sınaq çox işlənməlidir. Yəni, sözsüz. Bir də təbii ki, topludan suallar var. Topludakı sualları, məsələn, müəllimə verdiyin sualları sən hər dəfə özündə qeydiyyat aparsan, gələcəkdə onları da təkrar kimi işləyə bilərsən. Yəni, hamısını işləməyə ehtiyac yoxdur. Həmin o bilmədiyin sualları təzədən işləsən, bu daha faydalı olar, vaxtın da itməmiş olar. Bu formada. Sonra, bax, həmişə dediyim bir qayda var. Bunu şagirdlər ilk dərslər əməl eləyirlər, sonra əməl etmirlər, məsuliyyətsiz eləyirlər. Məsələn, şagird, bildirirəm ki, şagirdə, əzizim, gəldin dərsə, bilmədiyin 20 dənə sualın var idisə, müəllimdən soruşdun. O 20 dənə sualı soruşdun müəllimdən. Bəs yaxşı, o 20 dənə sualı soruşdunsa,
Bunu təzədən gedib evdə yenidən işlədinmi? Xeyr, etmirlər bunu. Yəni gəlir dərsdə soruşur, gedir evdə təzədən o suallara, həmin o 20 sual təzədən işləmir. Yadınızda saxlayın. Riyaziyyat elə bir belə deyək ki, fəndir ki, riyaziyyatda sən hansı sualı özün işləmisənsə, onu bilirsən. İşləmədiyin heç bir sualı bilmirsən. Yəni birinci növbədə öyrənmək istəyirsənsə onu, işləmisənsə bilirsən, işləməmisənsə bilmirsən. Yəni çünki işləməlisən onu. Tutaq ki, 20 dənə sual sən bilmədin. Dərsdə müəllimə sual verdin. Müəllim sənə izah edir, hə, dərsdə başa düşürəm, müəllim, bunu aydın oldu da, mən bunu anladım. Amma sən onu gedib təzədən evdə işləməyəndə 3 gündən sonra sənin yadından çıxacaq. Çünki sən onları təzədən özün işləməmisən. Bir problem budur. Deyirlər, vaxt çatmır, belədir, elədir. Əzizlər, vaxt çatmırsa, bəs bir şeyi öyrənmək üçün vaxt sərf etmək lazımdır. Vaxt çatmırsa, deməli, sən öyrənə bilməyəcəksən. Mən tanıyıram, şagird tanıyıram ki, saysız hesabsız tanıyıram hətta ki. Məktəbə də gedir hər gün, 6 fəndən də hazırlığa gedir, yəni 4-cü qrupdur, ən yaxşı da oxuyur. Amma eləsi var, məzundur, heç məktəbə getmir, üstəgəl 5 dənə hazırlıqdır və deyir, çatdırmıram. Yəni, nətər olur ki, o məktəbə gedən çatdırır, ən yaxşısını yazır, sınaqları da yazır, toplunu da yazır. Sən amma nə məktəbə gedirsən, yəni sən tutaq ki, məzunsan, məktəbə getmirsən və sən bütün günü boş vaxtın var. Bu məktəbə məzunsansa, məktəbə getmirsənsə, sən ümumiyyətlə məktəbə getmirsənsə, sən ən xoşbəxt adamsan ki, vaxtın qalır da. Yəni sən məzunsansa, məktəbə gedə bilmirsənsə, deməli sənin əlavə vaxtın qalır. Yəni sən məzunsan, məktəbə gedə bilmirsən. Bitirmirsən məktəbi. Sən hər gün 6 saat məktəbdə olduğun vaxtı boşsan. Onu yatınca dərs oxumalısan. Oturmalısan, hər gün riyaziyyata 2 saat vaxt ayırmalısan. Sən həmin o 6 saatı, yəni o məktəbə gediləcək saat 8-dən 2-yə qədər o vaxtı, 6 saat vaxtı sən səmərəli dəyərləndirsən, hər fənnə 2 saat ayırsan, sən olacaqsan riyaziyyatdan ən mükəmməl, elə digər fənlərdən də. Bir budur. Yəni, riyaziyyatı gücləndirmək üçün təkrarlar çox edilməlidir. Bu bir nömrəli səbəbdir. Elə o təkrar etmək yaddan çıxmamağa və yüksək nəticəyə də gətirib çıxardır. Bütün qeydlər qeyd edilməlidir. Müəllimin dərsdə izah elədiyi sualları qeyd etməlisiniz, yazmalısınız, təkrar baxmalısınız evdə. Məsələn, onlayn dərs keçirikdə bunun üstünlüklərindən biri odur ki, dərsin qaydları qalır. Düzdür, mən o qaydları əyanı şagirdlər üçün də göndərirəm. Amma yəni, o dərsin kaydı qalır, istənilən vaxt baxa bilərsən də ona. Amma əksəriyyət şagird baxıram ki, ona baxmırlar. Ondan sonra girirlər TikTokda, məsələn, baxırsan TikTokda 5 saat vaxt sərf edir. Ondan sonra gir, bir dənə sual öyrənsən, sən gör nə qədər irəli düşərsən. Yəni, bir növ problemin kökü bundadır ki, o şagird ki, riyaziyyatı zəifdir, onlar bəhanə gətirirlər. Bəhanə gətirirlər ki, müəllim, biz riyaziyyatı öyrən. Xeyr, o bəhanələrdir hamısı. Çünki sənin telefonuna baxıram, sən 2 saat, hər gün 3 saat TikTokdasan, nə bilim, Instagramdasan, YouTubedasan və sən həmin o TikToka 2 saat sərf edəcəyini riyaziyyata sərf etsəydin, sənin riyaziyyatın hamıdan yaxşı ola bilərdi. Deməli, sən bəhanələr edirsən. Bəhanə gətirirsən. Olmaz. Olmaz. Tövsiyəm odur ki, təkrarlara çox vaxt ayırın. Ümumiyyətlə, kommentdə yazın, görək. Kim necə, proqramı necə qurmuşsunuz proqramınızı yazın. Və gəlin görək, vəziyyət nə yerdədir? Öyrənə bilirsiniz, bilmirsiniz, vəziyyətiniz nə yerdədir? İnşallah bu bazar günü OTK-nın da sınağını çəkib paylaşmağa çalışacağım. Bir də sizə bildirim ki, əyani onlayn dərslərimiz davam edir. Bilirsiniz də, Eylər Akademiyada təkcə riyaziyyatdan yox, bütün fənlərdə mükəmməl müəllimlər dərs deyir. Yazıb hamısına qoşula bilərsiniz. Eləcə də sınaq qrupları. Deməli, Eylər Akademiyada Riyaziyyat Azərbaycan dili və ingilis dilinin sınaq qrupları açılıb. Riyaziyyatdan özüm mənim sınaq qrupumdur və 9-10-11-dir və 9-cu sinifləri Caner müəllimlə birlikdə biz bunu edəcəyik. 10-11-ci sinifləri isə özüm edəcəm və sayt üzərindən olacaq. Çox mükəmməl bir sayt düzəltmişik. Orada sınaqları orada işləyəcəksiniz. Və üstəgəl əzizlər, saysız hesabsız sınaq işləyəcəksiniz.
hər mövzunun 50 cür tipini görəcəksiniz. Güvən, toplu olsun, buraxılışda düşmüş olsun, blokda düşmüş olsun, OTK-dır, DIM-dir, başqa-başqa kitablardır. Hər tipdə sual görəcəksiniz. Çətin, asan, buraxılış sınaqlar qrupu olsa da blok səviyyəsində hazırlaşacaqsan. Yəni həm buraxılış, həm blok səviyyəsində. Qiymət çox münasibdir. Bu nömrəyə yazaraq siz qoşula bilərsiniz. Mütləq şəkildə tövsiyə edirəm. Çox cüzi qiymətdir. Sən bura qoşularaq nə qədər təkrar edəcəksən. Yəni şagirdlər belə deyək, bura qoşularaq neçə şagirdimiz riyaziyyatını mükəmməlləşdiribdi. Hətta keçən 2 şagird sınaqlar qrupundan istifadə edib 300 yığmışdı. Yəni köməyi çox dəymişdi sınaqlar qrupunun. Eləcə də nə qədər şagird 100% yazmışdı sınaqlar qrupundan, nə qədər şagird belə deyək, nəticəsini artırmışdı. Mütləq tövsiyə edirəm sizlərə, qoşula bilərsiniz. Təkrarlar üçün də çox önəmlidir. Qoşulursan, bütün bölmələri təkrarlayırsan. Hamısının izahı da var, qəşəng-qəşəng suallar da var orada. Sizə tövsiyəm, əzizlər, çoxluca təkrarlara fikir verin. Yəni, vaxt tapan kimi, özünüzə bir proqram qurun, vaxt tapan kimi təkrarlayın. Kommentdə vəziyyətinizi yazarsınız, baxacam. Bir də indi növbəti videolarımızda proqram qurmaqla bağlı sizə kömək etməyə çalışacağam. Sağ olun, salamat qalın, uğurlar hər birinizə.